Salamlar. Bu dəfəki mövzumuz natural ədədlərdir. Gəlin vaxt itirmədən bir neçə misal və məsələnin həllinə baxaq. 2 rəqəmli AB bərabərdir 4A üstəgəl 9B olarsa, AB 2 rəqəmli ədədini tapmamız tələb olunur. Bu misalda B təkliklər mərtəbəsinə düşüb, A isə onluqlar mərtəbəsinə düşübdür. AB 2 rəqəmli ədədini açmaq üçün A-nı 10-a vurardıq 10A. Üstəgəl B-ni isə 1-ə vurardıq 1B. Bərabərdir 4A üzərinə gəlir 9B-yə. 4A-nı 10A-nın yanına göndərsək, 10A-dan 4A-nı çıxardıq 6A bərabərdir. B-ni isə 9B-nin yanına, yəni bərabərliyin sağ tərəfinə göndərsək, işarə dəyişəcəkdir. 9B-dən çıxardıq B-ni, bərabər olar 8B-yə. Burada A və B-nin qiymətini çarpar şəkildə götürməmişdən öncə ixtisar gedirmi buna baxırıq. Baxırıq ki, 6 və 8 ixtisar gedir. Deməli, hər birini 2-yə bölüb daha da kiçildərik. 3A bərabər olar 4B-yə. A-nın qiymətini tapmaq üçün B-nin qarşısında olan 4-ü götürərik. Yəni, A-nın qiyməti 4-ə bərabərdir. B-nin qiymətini tapmaq üçün isə A-nın qarşısında olan 3-ü götürərik. Yəni, B isə bərabər olar 3-ə. Ən son bunu alırıq ki, A-nın qiyməti 4-ə, B-nin isə qiyməti 3-ə bərabərdir. O zaman 2 rəqəmli AB ədədimiz bərabər olar 43-ə. Burada dayanmayacaq. A və B-nin misillərini axtarmağa çalışırıq. Bizim yazdığımız 4 və 3 A və B-nin bir mislidir. Daha sonra 2 mislini tapırıq. O zaman A-nın qiyməti 4-ün 2 misli 8, B-nin isə 2 misli, yəni 3-ün 2 misli olacaq da 6. O zaman 2 rəqəmli AB ədədimiz bərabər olar 86-ya. Daha sonra 4 və 3-ün 3 mislini axtarırıq. O zaman A-nın qiyməti olar 12, B-nin isə qiyməti olar 9. Yəni 3 mislini tapdığımız zaman 12 və 9 olur. Bu isə mümkün deyil, çünki A və B qaydaya görə hər biri rəqəm olmalıdır. A 0-dan fərqli rəqəmdir, B isə 0-dan 9-a qədər istədiyimiz rəqəm ola bilərdi. Amma A-nın qiyməti 12 olduğuna görə həmin rəqəm şərti ödəmir. Ki, yarana biləcək problem budur ki, A və B-ni yerinə yazsaydıq, ədədimiz o zaman 129 kimi olardı. Ki, bu da 3 rəqəmli ədəddir, halbuki bizə verilən AB üzəri xətli 2 rəqəmli ədəddir. Deməli, bu baş verə bilməz. AB ədədi ya 43 ya da 86-dır. İkinci misalımızda isə A ədədi B-nin böləni olarsa deyilibdir. Bu tərz misallarda orta hissəyə fikir verməyəcəyik biz. Düşündüyümüz budur. A ədədi böləndir. Nəyin bölənidir? A ədədi B-nin bölənidir. Yəni, B bölünsün A formasında olur. Burada A bölən, B isə bölünən olur. İndi, bizdən soruşulan əkob və əvobun qiymətləridir. Əkobdakı B-nin açılışı budur. Bölünən. Yəni, əkob ən kiçik, ortaq, bölünən deməkdir. Bizdə isə B bölünsün A-da. Bölünən B olduğuna görə bizə də bölünən lazımdır. Cavab olacaqdır B. Əbobdakı B-nin mənası isə, yəni sonuncu B-nin mənası böləndir. Ən böyük ortaq bölən. Bizdə yenə bölən, baxırıq ki, burada A böləndir. Deməli, bizim misalın cavabı, yəni əbob AB-nin qiyməti A-ya bərabərdir. Bölən soruşulduğuna görə A-ya bərabər olur. Üçüncü misalda A bölünsün B bərabərdir 5 bölünsün 7-yə. Əkobun qiyməti 140-dır. B ədədimizdən soruşur. A üçün 5-in misilləri, B üçün isə 7-nin misilləri götürüləcəkdir. Yəni A bərabərdir 5x, B isə bərabərdir 7x-a. Əkob AB 140 veribdir. O zaman biz A və B-nin yerinə uyğun olaraq 5x və 7x yazarıq. Əkob 5x, 7x-in qiyməti 140-a bərabərdir. X hər birində ortaq vuruq olduğu üçün biz x-i əkobun xaricinə çıxarda bilərik. Yəni, x vurulsun, əkob 5 ilə 7. Bərabərdir yenidən 140-a. 5 və 7 qarşılıqlı sadə ədədlər olduğuna görə əkob onların hasilinə bərabərdir. Yəni, 35 olur. X vurulsun 35 bərabərdir 140. X-in qiymətini tapanda 35 bərabərliyin sağ tərəfinə gedir. 140-ı 35-ə bölərək X-in qiyməti olar 4. Yəni, X 4-dürsə, B-nin qiymətini tapın dedikləri zaman 7 vurulsun 4-dən bizim misalımızın cavabı olacaqdır 28. A-nın qiymətini də sorsaydılar, o zaman 5-i vurardıq 4-ə olardı 20.
Sonra 4 nömrəli misalda ədədin neçə dənə təklik, neçə onluq, neçə yüzlüyünün olduğu soruşulur. Təkliklər mərtəbəsində 9 durduğu üçün bizdən neçə dənə təklik var soruşulduğu zaman deyəcək 2759 dənə təklik var. Sonra soruşur neçə dənə onluq var. Onluq mərtəbəsində olan rəqəmimiz isə 5-dir. Bu zaman deyəcəm 275 dənə onluq var. Yəni hansı mərtəbəyə düşürsə, ora qədər olan ədəd rəqəmlərin hamısını götürürük. Yəni o qədər onluğumuz olacaqdır. Soruşur neçə dənə yüzlük var. Yüzlük mərtəbəsinə düşən rəqəmimiz 7-dir. Deməli 27 dənə də yüzlük var. Neçə minlik var deyə soruşsalarsa deyəcəyik ki 2 dənə də minliyimiz var. 5 nömrəli misalda 120 sm və 200 sm uzunluğunda iki müxtəlif taxta bərabər hissələrə bölünəcəkdir. Alınan hissələr hansı uzunluqda olsa ən az hissə alınır. Bizim əlimizdə 2 dənə taxta olduğu düşünək. Biri 120 sm-dır, digəri isə 200 sm, ondan daha biraz uzun olsun. Biz bu taxtaları hissələrə böləcək, amma hər bir hissə bərabər uzunluqda olmalıdır. Məsələn, 120 olanı x formasında hissələrə bölmüşəm. 200 də yenə eyni qaydada hissələrə bölürəm, amma yenə bu da x uzunluqda olmalıdır, çünki şərtdə deyilən söz budur. Bərabər hissələrə bölünəcəkdir. Yəni, hər bir taxta iki bərabər, yəni hər biri ayrı-ayrı, yəni 2 dənə müxtəlif taxtamız bərabər hissələrə bölünəcəkdir. Gördüyümüz şey bilirsiniz nədir? Həm 120-ni, həm də 200-ü eyni bir x ədədinə bölməliyəm və tam şəkildə bölməliyəm. Deməli, 120-ni də x-a bölmək lazımdır. 200-ü də x-a bölmək lazımdır. X burada məxrəcsəd, yəni böləndir. Bu tərz misallarda bizdən soruşulan budur. Əbubu tapın. Niyə əbub? Çünki bölən harda var? Əbubda var. Ən böyük ortaq bölən. Bu iki ədədin əbubunu tapırıq. Əbubun qiyməti burada bərabərdir 40-a. Yəni 120 və 200-ün əbubu 40 olur. Bizdən alınan hissə hansı uzunluqda olsa, həmin o hər bir alınan hissə 40 cm uzunluğunda olsa, ən az hissə alınır. Çünki bölənimiz, yəni x-in qiyməti çox olarsa, alınan hissələrin sayı az olacaqdır. Şimdi məxrəc artdıqca, bölənimiz böyüdükcə aldığımız qismət isə alınan hissələrin sayıdır. Hissələrin sayı az olacaqdır. Deməli, bizim sualımızın cavabı 40 cm olur. Yəni, alınan hissələr 40 cm uzunluğunda olsa, ən az hissə alınır. 6 nömrəli misal 5 nömrəli misalın fərqli bir variantıdır. Bu dəfə taxtanın uzunluğu soruşulur. Şərt belədir. Taxta ən az hansı uzunluqda olmalıdır ki, onu, yəni taxtanı 45 santimlik və 50 santimlik hissələrə itkisiz bölmək mümkün olsun. Bu dəfə taxtanın uzunluğunu bilmirik. Taxta deyək ki, budur. Mən bu taxtanı ya 45-45 bölmüşəm. Eyni taxtadır. Ya 45-45 bölürəm, ya da həmin taxtanı. Və həmin taxtadır. Bu dəfə isə 50 santı 50 santı bölə bilirəm. Bu nə deməkdir? X uzunluqda bir taxtamız var əlimizdə. Bu dəfə taxtanın özünün uzunluğu x-dir. Mən x uzunluqlu taxtanı ya 45-ə bölə bilərəm, ya da 50-yə bölə bilərəm. O zaman x həm 45-ə bölünə bilməlidir, həm də x-in qiyməti 50-yə bölünə bilməlidir. Burada fəqət x-imiz bölünəndir. Sürətdə olan x bölünən olur. Yəni biz bunu tapırıq. Əkop 45-50. Bunu da hesablayırıq. X-in qiyməti olur 450. Deməli, taxtamızın uzunluğu ən az 450 cm olsa, onu itkisiz formada 45 santimlik və 50 santimlik hissələrə bölmək olar. Sonra 7 nömrəli məsələdə Arifin addımı 70 santim, Orxanın addımı isə 60 santimetrdir. İlk dəfə addımlarının üst-üstə düşməsi üçün nə qədər yol getdilər? Bu dəfəki misalda gedilən yolu bilmirik. Gedilən yolumuz x olsun. Və bunlar addım atanda tam sayda addım atmalıdırlar. Yəni gedilən yol x-dir. Arif addım atanda 70 santim addımlar atır.
Burada nə baş verir? X uzunluqlu yol 70-ə tam bölünməlidir. Eyni zamanda Arif də həmin yol, Orxan da həmin yol gedir. Yəni Arifin getdiyi yolu Orxan da gedir. Bu dəfə 60-60 hissələrə bölünür. Çünki bu dəfə isə Orxanın addımları həmin yolu 60-60 böləcəkdir. Deməli, X məsafəli yolumuz həm 70-ə tam bölünməlidir, həm də 60-a tam bölünməlidir. Buradakı misalda isə əkobd tapılır. Çünki X burada bölünəndir. Bölünən də harada var? Əkobda var. Ən kiçik ortaq bölünən. Əkobd taparıq 70-60-a. Bu da bərabər olacaqdır 420-yə. Yəni ilk dəfə 420-ci santimetrdə Arif və Orxanın addımları ilk dəfə üst-üstə düşər. Sonra yenə üst-üstə düşəcək. Məsələn, 840 santimetrdə ikinci dəfə addımları üst-üstə düşəcəkdir. Sonra 1260-cı santimetrdə üçüncü dəfə addımlar üst-üstə düşər və s. Bu şəkildə davam edir. Amma bizdən soruşduqları budur. İlk dəfə addımlarının üst-üstə düşməsi üçün nə qədər yol getdilər? 420 santimetr. 8-ci misalda şagirdləri cərgəyə həm 8-8, həm də 18-18 düzmək olar. Ən az neçə şagird var? Bu dəfə şagirdlərin sayını bilmirəm. Amma düşündüyüm budur. Şagirdləri 8-8 bölə bilmişəm. Yəni şagirdlərin sayı x-dır. X-in qiyməti 8-ə tam şəkildə bölünür. Yenə şagirdlərin sayı x-dır. X-in qiyməti həm də 18-ə tam şəkildə bölünür. Çünki mən şagirdləri əgər 8-8 düzə bilirəmsə, deməli şagirdlərin sayı 8-ə bölünür ki, biz onları 8-8 cərgələrə düzə bilmişik. Həm də şagirdlərin sayı 18-ə də tam bölünür ki, biz şagirdləri 18-18 cərgələrə düzə bilirik. Bu zaman əkobd 8-18-i hesablayaraq bərabər olar 72-yə. Deməli, bizim ən az 72 dənə şagirdimiz olsa, onları həm 8-8, həm də 18-18 cərgəyə düzmək olar. Eni 24 metr, uzunluğu 32 metr olan düzbucaqlı formalı əraziyə metlaq vurulacaq. Əgər metlaq kvadrat formalı olarsa, ən az neçə metlaq lazımdır? Bu məsələdə ilk bunu düşünək ki, metlaqlarda itki olmayacaqdır. Yəni, hər hansı metlağı kəsmək söhbəti yoxdur. Metlaqlar bütöv şəkildə həmin əraziyə vurulmalıdır. Baxın, düzbucaqlı formalı həmin ərazini buradan çəkməyə çalışaq. Eni 24 metrdir. Uzunu isə 32 metrdir. Buradan qeyd edək, 32 metr. Biz bunun içərisinə metlaqları yerləşdirəcəyik. Düşünək ki, baxın, kvadrat formalı metlaqlardır, yəni eni uzunu bərabərdir. Bir metlağı buradan yerləşdirdim. Bunun ölçüsü x-dır. Yəni, eni və uzunu x-dır. Həmin metlaqdan bir dənəsini də bunun yanına yerləşdirdim. Birində yerləşdirdik, birində və birində. Burada əsas məsələ bunu saymayacaq. Biz sadəcə bu misalın məntiqini bilmək istəyirik ki, necə eləmək lazımdır. Baxın, burada da bir dənə x yazıram. Çünki bu hər metlaqın eni və uzunu eynidir. Burada bir x yazdıq. Nə görürük biz burada? 32 metrlik olan o divar x-lar vasitəsilə hissələrə bölünübdür. Eyni şey 24 metr olan tərəf üçün də keçərlidir. Baxın, burada bir metlaq indi bizə şəkildə 3 dənəsini yerləşdirmək mümkün oldu. Yenə bu hissədə x-lar vasitəsilə hissələrə bölünübdür. Çünki hər metlaq yerləşdiriləndə hər birinin də xətt ölçüsü x metrdir. Yəni 24 metr olan tərəf də x-lara bölünür, 32 metr olan tərəf də x-lara bölünür. Yəni 24-ü də x-a tam bölmək mümkündür. 32-ni də x-a tam bölmək mümkündür. X-in qiyməti nə qədər böyük olsa, metlaq o qədər az istifadə olunacaqdır. Çünki böyük ölçülü metlaqları yerləşdirsək həmin əraziyə, az sayda metlaq istifadə olunur. Yəni, x burada həm böləndir, həm də x-in qiyməti böyük olmalıdır. Deməli, biz tapacağıq əbob. Əbobun qiymətini taparıq. 24 və 32-nin əbobunu taparıq, bərabər olar 8-ə. Deməli, hər metlaqın ölçüsü 8 metrdir. Yəni, kvadratın tərəfi, həmin kvadrat formalı metlaqın ölçüsü 8 metr, 8 metrdir. O zaman 24 metrlik olan tərəfə 3 dənə metlaq yerləşdirə bilərik. Yəni, 24-ü bölürük 8-ə, 3 metlaq bura. 32-ni də 8-ə bölərik. Çünki hər metlaqın ölçüsü 8 metr olduğuna görə hər
bu 32 metrlik olan tərəfə isə deməli 4 dənə mətlək yerləşdirə bilərik. Toplam neçə mətlək yerləşdirilir? Bunu soruşursa 3-ü vuracağıq 4-ə, deyəcək ki 12 dənə mətlək yerləşər. Yəni yerləşəcək mətləklərimizin sayı bərabər olacaqdır 12-yə. Yəni 3 vurulsun 4-dən 12 alırıq. Sonra radiusları 60 sm, 40 sm və 30 sm olan 3 dənə disk 50 m/saniyə sürətlə hərəkət edir. Onlar eyni zamanda hərəkətə başlasalar, neçə saniyə sonra ABC nöqtələri yenidən bir düz xətt üzərində olar. Baxın. Burada misalın kilit nöqtəsi ABC nöqtələrinin yenidən bir düz xətt üzərində olması şərtidir. Baxın, demir ABC nöqtələri yenidən eyni vəziyyətə gələr. Yəni, məsələ odur ki, bu dəfə A buradadırsa, yenidən A həmin nöqtəyə qayıtmağa məcbur deyil. ABC nöqtələri, yəni bu 3 nöqtə bir düz xəttin üzərindədir. Həmin düz xətt əslində heç çəkilməyibdir. Biz onu özümüz buradan keçəkək. ABC nöqtələri hazırda bir düz xəttin üzərindədir. Yenidən həmin düz xəttin üzərində olması üçün A nöqtəsi burada da ola bilərdi və yaxud da burada da ola bilərdi. B nöqtəsi burada da ola bilərdi, yaxud da burada ola bilərdi. C nöqtəsi isə burada da ola bilərdi, yaxud da burada da ola bilərdi. Yəni, bir tam dövr eləməsi lazım deyil. Yarım dövr etsə belə kifayətdir. Məsələn, A nöqtəsi buradan bura gəlsə, yenə B və C ilə bir düz xəttin üzərində olardı. O zaman bu məsələni həll edəndə bir tam dövr yox, yarım dövrlər üzərində hesablayacağıq. Radiusları 60, 40, 30 verdiyinə görə tapaq hər bir çevrənin uzunluğunu. A yazaq, yəni A nöqtəsi üzərindəki çevrənin uzunluğunu tapaq. A bərabərdir 2pi vurulsun. Düsturumuz budur. Pi'nin qiymətini bizə 3 veribdir. Pi'nin yerinə 3 yazaq. 2 vurulsun, 3 vurulsun. Radiusun isə qiyməti 60 cm-dir. Bu bərabərdir 360 cm. B üçün yazaq bunu. 2 vurulsun, 3 vurulsun. Radiusunun qiyməti 40 cm-dir. Bu da bərabərdir 240 cm-ə. C isə bərabərdir 2 vurulsun, 3 vurulsun, 30. Yəni 180 cm. Bu vəziyyətdə bir tam dövrü qeyd eləmişik biz. Bizə isə bir tam dövrlər lazım deyil. Əgər bir düz xətt üzərində olmanı istəyirdirsə, yarım dövr etsə belə kifayətdir. Misalın davamını buradan qeyd edək. Yarım dövr edəcək üçün LA 360 yox, artıq bunu 180 cm kimi düşünəcək. Yəni yarısını götürəcək. Artıq şəklə ehtiyacımız da yoxdur. Bunu buradan silə bilərik biz. LA üçün 360 cm yerinə 180 cm, yəni yarısını götürəcək. LB üçün 240 cm yerinə 120 cm götürərik. LC üçün isə 180 cm yerinə 90 cm götürərik. Və bunlar 50 m/saniyə sürətlə hərəkət edir. Qət olunacaq məsafə 180 cm, 120 cm, 90 cm-dir. Sürəti isə V-nin qiyməti 50 m/saniyədir. Zamanı tapmaq üçün düsturumuz belə idi bizim. T bərabərdir S bölünsün V. Yəni gedilən yolu sürətə bölsək bizə zamanı verəcəkdir. Elanı gəlin, yəni A nöqtəsi üçün bunun yarım dövrə sərf edəcək zamanı tapaq. T bərabərdir 180 bölünsün 50. Yəni gedilən yolu sürətə böləcəyik. Bu da bərabər olacaqdır 3/6-ya. Digəri üçün, yəni B nöqtəsi üçün sürəti tapar, zamanı tapardıq. Bunun üçün də yenə 120-ni bölərdik 50-yə. Bərabər olardı 2/4-ə və C nöqtəsinin yarım dövrə sərf edəcək zamanı tapsaq, T bərabərdir 90 bölünsün 50. Bu da bərabərdir 1/8-ə. Deməli, hər yarım dövrə sərf edildikləri zamanı tapdıq 3/6, 2/4 və 1/8 saniyə. Bizdən soruşulan budur. Eyni zamanda hərəkətə başlasalar neçə saniyədən sonra, baxın, bizdən zaman soruşulur. Yəni, neçə saniyədən sonra bu nöqtələr yenidən bir düz xətt üzərində olar. Yəni, yarım dövrlər üzərindən hesablayırıq bunu. Hər bir yarım dövrə 3/6, 2/4 və 1/8 saniyə sərf olunursa, nə qədər vaxt keçəcək ki,
bu 3 nöqtə bir düz xətt üzərində olsun. Yəni əkob tapacağıq burada da. Əkоб 3,6 2,4 1,8. Bu da bərabər olacaqdır 7,2. Yəni 7,2 saniyədən sonra bu 3 nöqtə yenidən bir düz xətt üzərində olar. Əkub tapmağımızın səbəbi isə budur ki, bir zaman var, müəyyən x zamanı var. X zaman ərzində A nöqtəsi də tam sayda yarım dövrlər eləyir. Yəni x zaman 3,6-ya tam şəkildə bölünür. Yəni x-i 3,6-ya tam şəkildə bölə bilirəm. Həmin o zaman ərzində, yəni x zamanı ərzində B nöqtəsi də yarım dövrlər tamamlayır. Yəni x 2,4-də də tam şəkildə bölünməlidir. X-in qiyməti yenə 1,8-də də tam şəkildə bölünməlidir. Yəni x burada bölünəndir. Bölünən də yenə əkobda olduğuna görə əkob tapılır. Cavabımız olacaqdır 7,2 saniyə. Və sonuncu misalımız. Bizdən diaqrama əsasən əkob AB-nin qiyməti soruşulur. A-la qırmızıları göstərmişik, B ilə isə maviləri göstərmişik. Bunu A və B-ni yazıb da tapmaq olar və ya da diaqrama əsasən birbaşa tapmaq mümkündür. Əvvəlcə gəlini hesablayaq, daha sonra birbaşa diaqramdan da birbaşa tapmağı mən sizə göstərim. A ədədi bərabərdir. Qırmızılar A-nı təmsil edirdi. Deməli, 2-lərdən 9 dənə var. Çünki baxın, sadə vuruqların sayı. Sadə vuruqlar buradakılar da 2-dir və 3-dür. Sadə vuruqların sayı isə burada qeyd olunubdur. 4, 6, 8, 9-dur. Əvvəlcə baxırıq A üçün qırmızılara. 2-dən nə qədər var? Baxırıq ki, 9 dənə var. A bərabərdir 2 üzərində 9. Vurulsun. Bir də 3-ə baxıram. Görək A-nın içində 3 sadə vuruğundan nə qədər var? Yenə qırmızıya baxıram. 4 dənə. Burada 4 qeyd olunubdur. 2 üzərində 9 vurulsun, 3 üzərində 4. Bu A-nın qiymətidir. B-nin qiymətində mavilərə baxıb tapırıq. 2-lərdən mavilərdə 6 dənə var. Burada görsənir. 2 üzərində 6 vurulsun. Mavilərdən 3-ə baxırıq. 3-ün üzərində isə 8 yazıq. 3 üzərində 8. Əkob tapılanda ortaq varsa, ortaqlardan qüvvəti böyük olan, varsa bir də fərqli, onu avtomatik götürəcəyik biz. Ortaqlardan üstü böyük olan, yəni 2-lərdən üstü böyük olan 2 üzərində 9-dur. 3-lərdən isə üstü böyük olan 3 üzərində 8-dir. O zaman əkobun qiyməti 2 üstü 9 vur 3 üzərində 8 olur. Bunu birbaşa, yəni A-nı B-ni yazmadan birbaşa tapmaq üçün isə baxıram 2-lərə. Baxın, 2-lərdən üstü böyük olan hansıdır? Bu hissəyə baxırıq. Qırmızı, yaşıl, qırmızı, mavi fərqi yoxdur. 2-lərdən üstü böyük olan 2 üzərində 9-dur. Birbaşa yazardım. 2 üzərində 9 vurulsun. Bir də 3-lərə baxırıq. 3-lərdən isə üstü böyük olan hansıdır? 3-ün üzərində 8-dir. Vurardıq 3-ün üzərində 8-ə. Bu da verərdi bizə əkobun qiymətini. Yəni da belə birbaşa tapmaq mümkündür.